Əziz dostlar, hər vaxtınız xeyir olsun. 21 aprel 2025-ci il Mardin şəhərinə gəlmişik. Bugün sizi Mardinin tam mərkəzindən salamlayıram. Bəli, bura daş şəhərdir. 5000 ildən çox tarixi olan daş şəhər Mardin. Türkiyə üçün, dünya üçün önəmli və əhəmiyyətli şəhərlərdən biridir. Şəhər təpənin üstündə yerləşir. Baxın, evlər bu şəkildə yuxarıya doğru qalxır. Hal-hazırda bu dayandığım meydan tam ortadadır. Yəni aşağıya doğru da daş evlər var. Buradan aşağıya doğru. Yəni tam altdan görsəniz şəhər çox gözəl görsənir. Ümumi götürəndə bütün şəhər UNESCO-nun qoruma listəsinə daxil olunub. Bir tarixdir, irsdir bura. Tam mərkəzdə Mustafa Kemal Atatürk'ün heykəli qoyulub. Yuxarıda Mardin qalası var. Tam yuxarıda Mardin qalasıdır. Orada Zinciriyə mədrəsəsi yerləşir. Çox böyük mədrəsədir. Ən üstdə. Oradan da videomuz var, izləyə bilərsiniz. Burası Mardinin əsas küçəsidir. Nəqliyyatın, avtobusların, mini avtobusların hərəkət etdiyi yoldur. Çoxlu turistlər var, yerli turistlər də əsasən, xaricilər də az deyil. Bu küçələrdə yuxarıya doğru çoxlu mağazalar, suvenir mağazaları, əşya mağazaları, yəni hər şey var, restoranlar, kafelər, otellər də çoxdur, daş qonaqlar var burada. Amma Mardin, yəni biləsiniz ki, sadəcə köhnə Mardindən ibarət deyil, bura əski Mardindir. Mardin dediyində mənim də ağlıma elə gəldi, sadəcə bundan ibarətdir. Biz qaldığımız otel Mardinin hündür mərtəbəli binalar olduğu hissəsindədir. Yəni, bunu da nəzərə alın. Mən düşünürdüm ki, Mardin doğrudan da sadəcə daş evlərdən ibarətdir və yan yörəsində heç nə yoxdur. Amma əksinə arxa tərəflərdə çox böyük yeni bir Mardin salınıb. Hündür mərtəbəli binalar, böyük restoranlar, kafelər və s. Burada da baxın, Mardin yazısı yazılıb. Mardin dünyada xarici görünüşü dəyişməyən 3 şəhərdən biridir. Onlardan biri Venesiyadır, Mardindir və Qüds şəhəridir. Hansı ki, tarix boyu heç vaxt öz görünüşü, xarici görünüşü dəyişilməyib. Mardinin 10 ilçəsi var. Birinci əsas ilçəsi elə Mardindir. Mardin şəhəri, Mardin ili, Mardin ilçəsi. Nüfuzu 1 milyona yaxındır. Əhalisi əsasən kürdlər təşkil edir. Amma Mardin elə bir şəhərdir ki, bütün dinlərin birləşdiyi bir şəhərdir. Burada çoxlu kilsələr var, monastırlar var. Və bu da onu göstərir ki, burada ermənilər, yəhudilər, xristianlar, ortodokslar, yəni bir çox millətlər yaşayırlar, bir çox dinin nümayəndələri burada yaşayır. Belə bir şəhərdir, gözəl bir şəhərdir, tarixi əhəmiyyətli. Çoxlu muzeylərin, Mardin muzeyi var qarşıda. Çoxlu camilər var. Ən böyük məscidi Ulu Camidir, mədrəsələr və s. Mardin sabun istehsalı ilə də məşhurdur. Qarşıda bir çox sabun mağazaları var və təklif edirəm ki, yuxarı doğru gedək. Önümüzə gələn nə varsa sizə göstərməyə çalışacağım. Burada Ziraat Bankın böyük binası yerləşir. Mardin mətbəxi də çox maraqlıdır. Restoranlarda əsasən Mardin mətbəxini nümayiş elətdirmək üçün Mardin tabağı deyilən bir yemək növü təklif olunur ki, orada Mardinə xas olan nemətlərdən, hərəsindən biraz qoyurlar ki, gələn insanlar Mardin tabağı alaraq onların dadına baxsınlar. Siz də yolunuz düşsə Mardin tabağı sifariş verə bilərsiniz. Özünə məxsus kahvaltıları da var. Baxın, çox yerdə səhmə kahvaltı. Bu yörəyə, bu yönə, səmtə uyğun olan yörəsəl nemətləri kahvaltıda təqdim edirlər. Xüsusi geyimləri var. Baxın, geyimləri nümayiş olunur, satılır. Qarşıma nə çıxdıqca sizə göstərəcəm, bilgi verəcəm. Belə bir şəhərdə olmaq da oradan da xoşdur. Tarixi bir şəhərdir. 5000 ildən çox tarixə malik olan bir daş şəhər. Düşünün. Və oradakı həyat. İnsanlar çoxdur, turistlər çoxdur.
Bu isə, baxın, bu badam növləri boyadılıb. Yaşıl, göy, qırmızı, hər rəngdə var. Bu da Mardinə məxsus olan bir daddır, nemətdir. Gəlsəz dadına baxın. İnsanları çox mehriban, gülərüz, qonaqpərvər. Türkiyənin hər yerindən bura insanlar gəlir gəzməyə. Baxın, belə gözəl restoranlar var. Həm də otel kimi istifadə olunur bunlar. Daş evlər, burada qonaq, xan olaraq adlandırılır. Taşev Teras kafe. Bundan başqa Mardində bakırçılıq sənəti gümüşü ilə çox populyardır. Gözəl gümüşlər var burada. Demişkən, baxın, burada qarşıma çıxdı. Mardin Gümüş Dünyası. Böyle bir mağaza var burada. Hatta içeriden göstereyim size. Karşıda da Nur Gümüşçülüğü vesaire. Burada da kuru yemiş növləri. Yani bura gelseniz eli boş dönmeyeceksiniz. Çok maraqlı şeyler var. Xüsusi şinyatları var və bu da məşhur Dara sabunu. Dara da burada 20 kilometr məsafədə bir köydür. Orada görməli yerlər sırasındadır. Belə sabun mağazaları Mardində çoxdur. Yerli istehsal, əldə düzəlmə sabunlardır. Mardinin daha bir populyar şəhəri Midyətdir. 1 saat məsafədə yerləşir Midyət və orada da bir çox serialların çəkilməsi ilə Türkiyədə məşhur olmuş bir yerdir. Ümumiyyətcə Mardində, nəinki Mardində, Mardin özü Güneydoğuda yerləşir, cənub-şərq hissəsində, Türkiyənin, Anadolunun cənub-şərq hissəsində. Bu ərazilərdə yəni hörmətli ailələr olur, bunlar aşirət adlanır. Aşirətlər hətta bölgəni idarə edir. Öz köylərini, rayonlarını böyükcə hörmət olur. Ailə başçısına, cəmiyyətdə hörmətli ağsaqqallara həmişə bu ərazilərdə hörmət olur. Bundan başqa şəhər aşağıdan yuxarıya doğru qalxdığı üçün arada balaca yollardır, nərdivanlar, dar yollar və bir saniyə. Dar yollarda əlbəttə ki maşınla hərəkət etmək olmur. Maşınlar sadəcə bu yollarda gedir və ona görə burada atlardan, ulaqlardan istifadə olunur yuxarı qalxmaq üçün. Turistlərə də müəyyən pul qarşılığında, ödəniş qarşılığında atla gəzinti və ya ulaqla gəzinti təklif olunur. Bura gəlsəniz, bunu da nəzərə alın. Ona görə yolda tez-tez atları görürük, ulaqları görürük. Şəhər nə qədər qədimliyini qoruyubsa, bir o qədər də müasirləşib. Mağazalar fikir verin necə gözəl düzəldilib, səliqəli bir turistik bir yere çevrilip. Bu arada həm də Mardin Suriye ilə artıq sərhəddi var. Bir tərəfdə Şanlıurfa, Diyarbəkir və həmçinin qonşu sərhəddən biri də Suriyadır. Suriyaya çox yaxındır. Baxın, belə dar küçələrdir. Lap dar küçələr də var. Sadəcə bir nəfərlik olan küçələr. Və biz gəldik, çıxdıq. Burada bir cami var. Camidən sonra da çarşı var. Qədimi çarşı. Kasım Tuğmaner Cami Şerifi 1960-cı ilin camisidir, məscidi. Belə əziz dostlar, Mardin şəhərini
mərkəzdən başlayaraq sizə göstərdim. Az da olsa məlumat verdim. Bu qədər qədim tarixə malik olan şəhəri əlbəttə ki danışmaqla bitirmək olmaz. Kitablar, kinolar, filmlər çəkmək olar. Mən isə bacardığım qədər 10 dəqiqə ərzində qısa olaraq özətlədim buraları və yavaş-yavaş videomu bitirirəm. İzlədiyiniz üçün təşəkkürlər. İnşallah gələn videolarda görüşərik. Sağ olun, var olun.